Bu yıl Azərbaycanda qış fəsli öncəki illərlə müqayisədə nə çox sərt, nə də tam mülayim olmayacaq. Yeni Sabah qeyd edir ki, mütəxəssislərin proqnozlarına görə hava şəraiti dəyişkən keçəcək. Bəzi dövrlərdə isti, bəzi günlərdə isə kəskin soyuq dalğaları müşahidə ediləcək. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qış aylarında orta temperatur çoxillik normaya yaxın gözlənilir. Yəni, ümumilikdə sabit, lakin dinamik hava şəraiti hökm sürəcək. Bununla belə, yanvarın ikinci yarısı və fevralın əvvəllərində Arktik hava axınlarının təsiri ilə havaların qəfil soyuması və güclü küləklərin müşahidə edilməsi mümkündür. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qış aylarında orta temperatur çoxillik normaya yaxın gözlənilir. Yəni, ümumilikdə sabit, lakin dinamik hava şəraiti hökm sürəcək. Bununla belə, yanvarın ikinci yarısı və fevralın əvvəllərində Arktik hava axınlarının təsiri ilə havaların qəfil soyuması və güclü küləklərin müşahidə edilməsi mümkündür. Yağıntıların miqdarı da normaya yaxın olacaq. Dağlıq bölgələrdə qar örtüyü yaranacaq, ancaq düzənlik və sahil zonalarında əsasən yağışlı hava üstünlük təşkil edəcək. Xüsusilə Abşeron yarımadasında və Aran bölgəsində qış mülayim, lakin rütubətli keçəcək. Ekspertlər xəbərdarlıq edirlər ki, bu qışda hava şəraitinin tez-tez dəyişməsi, temperaturun bir neçə gün ərzində kəskin enməsi və yüksəlməsi kimi hallar çox olacaq. Bu isə yolların buzlanması, nəqliyyat və enerji sistemlərində əlavə yüklənmə yarada bilər. Azərbaycanda keçən ilki qış əsasən isti və quru keçmişdi. Bu il isə mütəxəssislər bir qədər daha soyuq, ancaq yenə də dözümlü qış proqnozlaşdırırlar. Bakı və Abşeron yarımadasında qar ehtimalı az olsa da güclü külək və soyuq yağışlar müşahidə edilə bilər. Ümumilikdə bu qışda Azərbaycanda hava nə tam sərt, nə də tam mülayim olacaq. Temperatur normaya yaxın qalacaq, lakin bəzi qısa dövrlərdə kəskin soyuqlar, şaxtalar və küləkli günlər müşahidə oluna bilər. Yəni, bizim mülayim, ancaq sürprizlərlə dolu bir qış gözləyir.